Bismillah. Bürclərin 23 yanvara ən düz proqnozu. Qoç, bugün iş və pul mövzusunda ani şanslar var. Gözləmədiyin bir xəbər motivasiyanı artıracaq. Tələsmə, qərarlarını ölçüb biç. Buğa, maddi mövzular ön plandadır. Gözlədiyin pul və ya təklif gec də olsa gələcək. Səbirli ol, axşam saatları daha uğurludur. Əkizlər, ünsiyyət baxımından güclü gündür. Vacib danışıq, razılaşma və ya xəbər ala bilərsən. Sosial şəbəkələrdən gəlir ehtimalı var. Xərçəng, daxili narahatlıqlarını azalır. Pul xərcləyərkən diqqətli ol. Axşam saatlarında sevindirici xəbər mümkündür. Şir, sən parlayırsan, işdə və ya şəxsi həyatda diqqət mərkəzindəsən. Yeni başlanğıc üçün əla gündür. Qız, planların yavaş-yavaş yerinə düşür. Maddi baxımdan qənaət etməlisən. Sağlamlığa diqqət vacibdir. Tərəzi, sevgi və münasibətlərdə canlanma var. Gözlənilməz görüş və ya mesaj ala bilərsən. Şans səndən yanadır. Əqrəb, pul mövzusunda risk etmə. Gizli qalan bir məsələ üzə çıxa bilər. Səbirli ol, axşam rahatlayacaqsan. Oxatan, yol, xəbər və ya yeni imkanlar gündəmdədir. İş dəyişmək istəyənlər üçün uyğun gündür. Şansını açıqdır. Oğlaq, karyera ilə bağlı sevindirici addım atıla bilər. Rəhbərliklə münasibətlər yaxşılaşır. Maddi yüksəliş yaxşılaşır. Dolça, yenilikləri səni tapacaq. Gözlənilməz dəvət və ya təklif ola bilər. Pul məsələsində şanslı gündür. Balıq, duyğusal olsan da düzgün qərarlar verəcəksən. İntuisiyan səni yanıltmayacaq. Axşam saatları uğurludur.